Migren, güclü, adeten başın bir tərəfində hiss olunan, döyünən xarakterli baş ağrısıdır. Tez-tez ürək bulanma, qusma, işığa və səsə qarşı həssaslıqla müşayiət olunur. Migren sadəcə baş ağrısı deyil, bu nevroloji bir xəstəlikdir və beyin damarlarında, sinirlərində və kimyəvi maddələrindəki dəyişikliklərlə bağlıdır. Migrenin yaranma səbəbləri. Migrenin dəqiq səbəbi hələ tam məlum deyil, lakin bəzi faktorlar təsir edə bilər. 1. Genetik meyillik. Migreni olan şəxslərin ailəsində də bu problem tez-tez rast gəlinir. 2. Beyində damar genişlənməsi və daralması. Bu dəyişikliklər sinirləri qıcıqlandıra və ağrıya səbəb ola bilər. Kimyəvi maddələr. Beyində serotonin kimi maddələrin səviyyəsində dəyişiklik migreni tətikləyə bilər. Migreni tətik edən amillər. Stres və emosional gərginlik, yuxusuzluq və ya çox yatmaq, parlaq işıq və ya səs-küy, menstruasiya və hormonal dəyişikliklər, aclıq və ya bəzi qidalar, şokolad, pendir, kafein və s. Hava dəyişikliyi və ya yorğunluq, migrenin növləri. 1. A. Baş ağrısından əvvəl görmə pozğunluğu, əllərdə iynələnmə